şirəsini sizdən aldı. Uşaqlığım qaynar oldu. Şirəsini sizdən aldı. Siz piyada, mən sağatlı. Bulaq suyu dağa basır. Siz piyada, mən sağatlı. Bulaq suyu dağa basır. Zirvələrin başı qarlı, meşələrin içi bağlı. Zirvələrin başı qarlı, meşələrin içi bağlı. Düz ilqarlı, etibarlı. Düz ilqarlı, etibarlı. Bulaq suyu da havası. Bulaq suyu da havası. Bulaq suyu da havası. Bulaq suyu da havası. Nəğməm sizdən havalandı. Şiirim sizdən cilalandı. Nəğməm sizdən havalandı. Bu cahan mülkünə minlərcə gələn aşıqlar necə gör xakə dönüb torpaq olur. Bakın Həsənlə neçə yaşından dostluq ediyorsun? Həsənlə. Neçə? Qadda oxuyandan elə bir yerdə oldu. Mən gəldim Həsən Güzəlin oxumağa. Rəhmətli Güzəlin. Hə, Onlar biliyorum, yadım. işlərdi, Həsən Güzəlin. Həsən. Kimlər gəldi, Çox da kimlər getdi bu dünyada. Kimlər gəldi, kimlər getdi bu dünyada. Bu dünyada arifan nakam gitmez bu dünyadan. Nəmir bu satırlıqda bundan sınıfı. Ha. Bunların sınıfından Rəhmətli Kərimov əylə öyle yaxşı baxdırdım da təzə gəlmişdim. Aha. Çünki mən işə qədər erməncə oxuyurdum. Ə hərfi ilə Ü hərfini səs. Ü. Sonra nə bir də vardı. Hə. Mesela bu 4 tarafı ne anket mıydı ne yok tapırdım ne var taze gelmiştim da ya. Kermov çocuklu yetkili ikinci sınıfım. Üstten beni saldılar hastalığı. Birinde geçti. Aha. Birinde geçti. İnternete etkiden sordular diye. Ben de bir uşaklar. Ayıbızı vermezsin. Rabıcı vermezsin. Allah rəhmət eləsin. Rabbim. Vaqif dağa da bir yerdə gedirdiniz. O da köş gedəndə kurbanlar gedirdi yaylağa. Siz də bir yerdə gedirdiniz. Və evdə uğraşmışlar. Orada nə tər şuluqlar edirsiniz? Düzə nə demək? Çox şuluq edirsiniz. Biraz danışın. Bu biraz danışıb vermə, sənin Ağır şuluqluqlarını. adamlar. Allah var eləsin edəkinizi. Allah bax bu oğlan canını sağ eləsin, bizi gətirdi, çıxartdı bura. Siz kənddə olsaydıq elə belə olacaqdı. Amma indi bu vaxtlar illər keçəndən sonra gəldik, elə bilirik qohum evinə gəldik. Sən paylaşmışam şərh yazıblar. Salman Musaoğlu, o yazıb ki, mən istəyirəm biləm, Vaqif o xoruzu tapdı yoxsa bu nə məsələdir? Koyun kaçmıştır. Sen nasıl tutamıydın? Aydınıza kalmıştı. Orada bizim kent çaklarımızdı. Derman, Ağbaş Gülban'ımızın Gülban, ne bileyim, çok okuduk da. Taytışdan. Nefis, rahmetli Kadir tarafından.
Bu eve gedəndə dedi mənim gəlinim var, mən xoruz almışdım, gəlinə evə aparam. Aha. Da xoruzum hamı, gedir öləsin, xoruz yoxdur. İçib oyanıb deyir, hə? Ha, dəmdir, yatmamışdır, dəm gözümdə deyil. Aha. Hem bir dediler ben korusum. O da korus, da korus. Ha böyle sonra çekte geldi. Evet şimdi sorusuzdu. O xoruz necə olmuşdu axı? Korusum abi. Necə olmuşdu? O xoruz necə olmuşdu? Korus kaçmış. Yox, axı fermadan deyəsən toyuqçuluq fermasından gətirmişdi. O puldan alıptı. Aha. Ha burada bir uşaklar yıkılmıştı. Birbirinden adam vardı. Onu birbirler arada giydi. Bunda Damatın xoruzunu yiyipsiniz özünüz. Bunun xoruzudur. Ha? Bilmir bunun xoruzunu. Oyanıb bu da xoruz. O an ki xoruzum onun xoruzumdur. Xoruz da hamı ağzına tutmuşdu. Nasıl? Zal Qarağaç kəndindəyik. Çox gözəl bir qarşılanma oldu. Çox gözəl. Allah var eləsin buradakı bizim cəmiyyətimiz. Vaqif qardaşımızın uşağındayıq. Maraqlı söhbətlər oldu. Sağ olun. Neresi bebe, bu dağları yamadı, sık meşesi bebe, kent havası bulanır, al deresi bebe, bu dağları yamadı, sık meşesi bebe. Dost sözü əvəz olunmaz, dostları heç nə ayırmaz. Uşaqlıq illərinin, yaz nəfəsli gəncliyin ürək dostları unudulmaz. Kəsilər halal düz çörək, böyülərdən bizə örnək. Bölüşürsən dərdini, həyatda sevincini, dost dosta hər gün də gərək. Dostluqdan gözəl şey yoxdur həyatda, dostluqdan bu həyatda biz zövq alırıq. Dostluq üzərində qurulur